Daha doğrusu bu seribilis deyil, gəlib düz danışasan. Yəni bu liderin içindən çıxan ağlar var ha. Onları ayırıb mən seribilis kimi satıram da. Çünki onun rəngi seribilis kimi olur rəngi. Düz danışmaq lazımdır. Kimsə niyə alladaq ki, səhərlərim kimsə nəsə desin falan. Bu hal-hazırda bunlar sabahlarım səhər-səhər gedəcək inşallah Qubiya. Cücələrin 100 dənə alana Avstralokdur, Xarkovdur, Ataksdır, seribilisdir. 100 dənə alana pulsuzdur çatdırılmamış. Məsəl ki, hərəsindən 30-100 dənə olsun. 100 dənə olsun, problem yoxdur. Pulsuzdur. Hə, 100 dənə oldu, çatdırılmadı. Yəni Ankona toyuqlarımızdır. Bax, buyurun, baxın. Ana sürü də özümdür. Yəni ki, danışıram ki, yəni biləsiniz ki, özümüzündür. Bunlar, yəni axıratan baxın videoya ki, axıratan videoya baxanda hər şey orada biz danışdığımız hamısı aydın olur. Hər şeyə salamlayıram. Yenə bir cücə satışı videosu ilə qarşınızdayıq. İnşallah bu videonu maksimum bəyənək, paylaşaq, daha çox insana getsin. Alanlar da olubdu. Videomuzun biri 20 neçə min, biri 10 neçə min gedib YouTube'da, plus TikTok'da da həmçinin 20 neçə min gedibdi. Təşəkkür edirəm hər kəsə də. Videonu bir daha deyirəm, maksimum bəyənin, paylaşın. Bir də alanlar şərh bölməsinə yazsın. Teyyub kişi ətraflı məlumat verəcək, indi mikrofon verəcəm. Bunların cinslər haqqında qiymət də hər bir şey deyiləcək videoda. Teyyub kişi mikrofon qalsın səndə, mən sənə çətil edim, sən ətraflı da qiymətləri. Cinslər haqqında məlumat verəsən. Bunlar lider 55'dir, lider 55'dir. Çox adam deyir bunun ana sürüsü falan 5 man. Kim istəsə videosunu ata bilirəm. Yəni özümün ana sürümdür, özgəsinin deyil də. Yəni ki mən kimdənsə yumurta almıram ki. Keçən il alırdım, yəni ona görə biraz ne bileyim biraz cır çıxırdı falan qatırdılar da yumurtanı. Ona görə də bir yıl ana sürü az saydadır ama özümündür. Yəni ki almıram yumurtanı. 1 manat 30 qəpik. 1 manat 30 qəpik. Sonra orada rəy bölməsində yazırlar ki, Avstraloklar niyə ucuz verir? Qardaş, bu mənim ana sürü özümündür. Səndə toyuq 10 dənə toyuğun var, sən 3 manata satırsan. Amma bu məndə gün aşırı 1500-2000 düzə çıxır. Mən bunu ara doldurum. Məcburam ki ucuz satım. Ona görə də 1 manat 50 qəpik. İstəyənlər səhifədən nömrə qoyacağıq. İndi inşallah əlaqə saxlasına. Bax, tam orijinaldılar. Hamısı, baba, bulusu da var. Çox düzməmişik, çünki indi bu arxadan bunları təzə çıxardım. İndi inşallah bunu çəkilişə görə biraz nəmləm çıxartdım. Amma yəni cücələrimiz safdılar. Baxa bilərsiniz. Qiyməti neçə olur? Qiyməti 1 manat 50 qəpik. Bu ana sürülər haqqında çox yazılır. Kim istəyir, desin mən ana sürünün videosunu atın, baxsın. Burada yerləşdirək. Tam tamına uzun quyruqdur, özə təzə gətirmişəm onları. Alman qanı orijinal maldır. Ürək istəyən baxa bilər. Videosu, yəni bizim qorxacağımız, çəkinəcəyimiz yox. Bir neçə dənə yazanlar oldu. Mən girdim səhifələrinə baxdım. Bunlar Avstralok satırlar. Onlar az sayda heyvan saxlayırlar. Ona görə də qadınam sən. Onlar məcburdur onu baha satsın. Mən bunu çıxsın, mən bunu hara töküm? Bunu qavanda bunun yemi var, bunun suyu var. Bunu mən neyniyəcəm mən? Məcburam ki ucuz satım. Ona görə də qardaşlar, inciməyin, düzdür, Avstralokdan üstün heyvan yoxdur. Yəni mən bildiyim Avstralokdan üstün heyvan yoxdur. Amma yəni qiyməti budur da, bəndə belədir. Mən belə satıram. Sonra burada kət cücələrimiz var. Olan qalan bunlarımızdır. Budur. 70 qəpik. Amma buna çatdırılmamız yoxdur. Nəzərinizə çatdırım ki, bunun yəni yumurtası baha gəlir. Alıram bunun yumurtasını. Bunu çatdıranda pul zad qalmır. Heç tərtəmiz olur. Ona görə də başardığınız qədər özünüz gəlin götürün. Maksimum nə qədər çatdıra bilirsən yəni? Bu cücələrin 100 dənə alana Avstralokdur, Xarkovdur, Ataksdır, seribilisdir. 100 dənə alana pulsuzdur çatdırılmamış. Məsəl ki, hərəsindən 30-100 dənə olsun. 100 dənə olsun, problem yoxdur. Pulsuzdur. Hə, 100 dənə oldu, çatdırılmadı. Yəni 100 dənədən aşağı olanda yəni özünüz ödənişi pullu çatdırılmadı. Burada Xarkov cücələrimizdir. Tam orijinal görürsünüz. Tam orijinal Xarkov cücələrimizdir. Valla Xarkovda Xarkov Playmut deyək, cinsi. Yox, Playmut deyək də belə Türkiyənin Playmut cinsi deyək. Xarkov deyilən bir cins var. Qəmbəri. Bildiyimiz dədə baba qəmbəri toyuqlardır. Yəni normal yumurta verir. Ətə də yaxşıdırlar, ətə də yaxşıdır, dözümlü olurlar. Amma Avstralok onlardan üstün heyvandır. Yəni nəzərinizə çatdırım ki, Avstralok onlardan üstün heyvandır. Çünki eyni saydadılar toyuqlar. Avstralok ondan çox yumurta verir.
Yəni qoy tərifliyim, o satanlar da rahat satsınlar ki, bilsinlər. Yəni Belə deyək, indi mikrofon Olan deyil. mənim səsim az gedir ya, yəni sizlərə də dəstəyimiz vardı. hə də yəni Nəsə satırsa hamımıza dəstək. Yəni Avstralokun qardaşlar. Avstralokun üstünlüyü bütün toyuqların hamısından üstündür. Bir bu ankonalardan başqa. Ankonalar onlardan üstündür. Yəni yumurtaya görə də, böyüklüyünə görə də yaxşıdırlar. Yəni normaldılar. Özdə 4 ayında yumurtlayır ankonalarımız 3 manatdır. İstəyənlər yalnız və yalnız bunların növbə ilə olmalıdır. Çünki bu az saydadır ana sürüsü. Hal-hazırda burada olanlar satılıbdır. Satılıb və o içindəkilər də satılır. Çıxmayanlar da satılır. Çıxmayanları da satmısan. Hamısı satılıbdır. Burada da serebilis cücələrimiz var. Elə burada mənim səsim biraz zəif gələcək indi. Bax, heyvanların cavabdehsən, yəni bu cücələrin... Mənim verdiyim malı, heç hardan mənim malımı qatmayın. Yəni Teyib kişi cavabdehdir deyə mən onu çəkiliş eləyirəm. Nəyə görə? Çünki bu sexdən paylaşmır. Gəlib alanlar ünvanı da deyil. Teyib kişinin öz həyətidir. Yəni İstimaz 2 ay sonra fərq görəndə yığa bilərsiniz. Yəni hər hansısa bir sexə sən tapa bilməyəsin orada kimisə. Yox, şəxsən özümün qoyduğum nömrədə şəxsən özüm cavab verirəm. Heç kimə də icazə vermirəm ki, mənim teyib. İndi maşın zat sürəndə, eləyəndə, indi yolda gedirik. Onda da bölümdə olan, yəni yoldaşlardan kimsə açır, gənə də özüm danışıram. Yəni qoymuram ki, kimsə klient mənim öz millətimlə kimisə allatsın. Yəni şəxsən özümü. Ankonalan şeyin göstərərik. Ana sürüsü buradadır. Buradadır, burada içəridədir, göstərdərsən inşallah. Bunlar nədir belə? Bunlar F6 serebilislərdir. Daha doğrusu bu liderin serebilisi oxşayan rəngidir. Yəni 1.30-a satılır bu. Mən bunu 1 manat 10 qəpiyə satıram. 1 manat 10 qəpiyə. Hə, 1 manat 10 qəpiyədir. Daha doğrusu bu serebilis deyil, gəlir düz danışasan. Yəni bu liderin içindən çıxan ağlar var ha. Onları ayırıb mən serebilis kimi satıram da. Çünki onun rəngi serebilis kimi olur rəngi. Düz danışmaq lazımdır. Kimsə niyə alladaq ki, səhərlərim kimsə nəsə desin, filan bəşman, başınız adını da yandıma görə. Hə. Bax belə. Ünvanımız Yeni Romanı. Nömrəmiz də xahiş edirəm. Bu mübariz kişini incitməyin. Mənim öz nömrəm, mənim şəxsi nömrəmdir. WhatsApp-ım da var. Belə nömrə özü də işləyir. Videonun altına da yazılır. Videonun da altına yazılır. Yəni onu zəng eləyib onu incitməyin. Də deyirsiniz, tez-tez onu zəng eləyirsiniz. O da təzədən mənə zəng eləyir. Bir də sizə nömrə verir. Yəni axıratan baxın videoya ki, axıratan videoya baxanda hər şey orada biz danışdığımız hamısı aydın olur. Deyib ki, burada cücələr belə çıxdı, məsələn, burada mayalandırıb satsan, ya necə? Göstərə Yox, qalanda ha. Əgər qalırsa, məsələn, bax bunlar səhər-səhər artıq olanlardır. Səhər çağı çıxanlardır. Hə, səhər-səhər. Yəni bu gün payladığım maldır da. Yəni bu gün bu malı satmışam. Bunlar hamısı gedib. Bax bu hal-hazırda hə, bunlar sabahlar səhər-səhər gedəcək inşallah Qubiya. İnşallah. Allahın köməyi. 105 dənə cücədir burada. Olan cücə göndərəcəm inşallah. Altlardan da var burada. Hə. Burada da bunlar da bir oğlan saxlayıb saat dedi işdən çıxandan sonra gəlib götürəcəm. Onu da ona saxlamışıq inşallah. Allahın izni ilə apardı. Keçək orada bir inkubatorlar keçək baxaq. Hal-hazırda bunlar da ankona toyuqlarımızdır. Bax bunlar bu dəqiqə hal-hazırda yumurtaya düşüblər. Rovna düz 4 ay yarımlıqdılar. Bax bu toyuqlar 4 ay yarımlıqdılar. Savandırlar, görsən hələ eləsi var ki, içində el çayılmıyor. El olduğuna baxma. Ankona toyuqlarımızdır. Bax buyurun baxın. Ana sürü də özümündür. Yəni ki danışıram ki, yəni biləsiniz ki özümüzündür. Bunlar az saydadır. İndi inşallah gələcək. İndi hələlik satırıq cücələrini. Allahın köməyinə gələcək. Soxaldacağıq. İnşallah çox gözəl damazlıqdır. Cavan fərələrdir, 4 aylı yarımlıq fərələrdir. İndi inşallah onun yumurtasından da satış eləyirsən. Yox, yumurta satmıram. Yumurta satmıram. Çünki cavandılar hələ ona görə. Burada da dostlar, bax Avstralok cücələrimizdir. Yəni 20 günündən 12 günlüyünə qədər var. Yəni istəyənlər burada da gəlsin, ürəyə istəyənlər gəlsin, seçsin, aparsın. Belə 3 manatdan 2 manata qədər var. 2 manat 50 qəpiyə qədər hər qiymətə var. Yəni istəyənlər buyursunlar. Ankonaların o çorpalar satılmır. Onlar satmıram çünki. Ankonalar böyle. Hə, onlar satılmır. Onlar iriliflər atacağım damazını. Ankona satdıq var, o balacalar var biraz. Yox, burada yox. Burada yoxdur satdı. Burada yox, burada satmıram insansın. Yalnız və bu deyə bu Xarkovun cücələri satılır. Bu deyə bax bunlar. Bax. Deyə yanında var. Deyə bunu çəkə bilərsən. Deyə təmiz Xarkovdular. O hələ 25-26 günlük cücələrdir. İstəyənlər buyursunlar.
Yenə də səhifədə nömrə qoyacağıq. İnşallah əlaqə saxlasınlar. Hə, əziz və hörmətli yenə də qardaşlarımız, bacılarımız. Bax, burada da Allah'ın izniyle inkubatorlarımızdır. Bax, şəxsi özümüzündür. Allah'ın köməyi. Burada da düzələrimiz çıxır. Hal-hazırda səhərə inşallah satışımız olacaq. Yumurtalarımız da gəlibdir. İnşallah sabah vurulacaq inkubatorumuza. Allah'ın köməyi. Bunlar nə yumurtasıydı? Bunlar hamısı Karkov yumurtasıdır. Karkov yumurtasıdır. İnşallah bugün yağış oldu. Gev gətirə bilmədim. Girə bilmədik fermiyə. Ona görə Hamısı doludur da. hamısında var. Hamısında var. Hamısı. Hə, Hamısı yumurtadır. hamısı. Yumurta doludur. Bu inkubatorları necə özün yığırsan? Bəli, hamısı özümüzündür. Özüm yığıram, öz əl işimdir. Yəni qeyri-yerdə mən inkubator almıram. İstəyənlər də sifariş versək, yəni tez zamanda yox, yəni biraz vaxtda da yəni yığıb verə bilərəm. Hamısı vaxt alır da Hə, inkubator. yəni yığıb verə bilərəm Bizə istəsən. elə bilə aça bilərik ya problem Hə, var. qoy söndürək, bir dənə açaq. Elə bilə göstərək təsir çünki çox qalsa bunu. Hə. Burada da bax cüzələrimiz çıxır. Bugün Bugün qaldırım göründə. Deyha. Burada da cüzələrimiz çıxır Allahın izni ilə. Sabah səhər-səhərə Allahın izni ilə hazır olacaq. Nəmişliyi çox itirməyək. Hə. Nəmişliyi çox Burada itirməyək. da çıxırlar. Allahın Vallahi izni ilə istəyirəm, inşallah nəmişliyi çox itirməyək. səhər-səhər tezdən satışımız olacaq. İnşallah da səhər-səhər satışımız olacaq Allah Bu qoysa. izləyicilərimizə nə demək istəyirsən? Bizi bəyənməyi, bizi ondan sonra dəstək olmağı unutmayın. Biz də sizin üçün çalışırıq ki, təmiz mal alasınız, gedib cır mal almayasınız. Gel kət cüzəsinin içindən seçib qara Quranı sizə verib Xarkov adına, nə bilim hər Bu şey. sahədə elə eləyənlər vardı yəni. Çoxdur. Yəni ki, almayın da, alırsınız 6-7 ay saxlayırsınız, balaca bir cücə olur, amma bizdən alın, birinci təmiz mal alırsınız. İnşallah. İndi bir mən satmıram, təmiz mal satan oğlanlar var, qaşı Avstralok sürüsü olanlar var. Yəni onlarla da əlaqə saxlayın. İndi qiymətini mən deyə bilmərəm, onlar neçəyə verir. Onlarla da saxlayın, yaxınlaşın, danışın, alın hamıdan, hamı ruzusunu versin Allah Taala, biz də içində. Amin inşallah. Xarkovda satırlar, təmiz yumurtasını da satırlar, nə bilim, cücəsini də satırlar. Amma yəni el eləyin, allanmayın. Bu qədər. İnşallah Teyyub kişi bir daha deyirəm, malına cavabdehdir, öz həyətində, bax bu gördükləriniz hamısı öz həyətindədir. Ya məndən bu qədər. Əgər yenə də hər 5-ci gün video çəkilişi istəyirsinizsə, videonun şərh bölməsindən yazın inşallah. Bizdən bu qədər. Bir də sual verirlər mənə ki, sizdə mart ayında, bizdə ilimin 12 ayın Çox yazanlar 12-sində olur da. də çıxış var. Hava qurəyiniz istədi, heç zəng eləməyə ehtiyac yox. Sənə nömrəni götürürsən, hava qurəyini istədi ki, məsəl üçün sənə 3 gün ondan qabaq cücə lazımdır sənə, 3 gün qabaqdan denən, yazaq nömrəni, adresini de, vəssalam, bundan da qutarıq, cücən hazırdır. Yerində gəlib çatacaq rayonuna, şəhərinə, hara istəsən, çatdıracaq ora. Orada da pulunu istəyərsən şoferə verərsən, istəyərsən kartımızı atarsan. İndi çox zaman, indi çox güman ki, şoferə verirsiniz inşallah. Orada da heç bir pul ödəmirsiniz. Yalnız və yalnız cücənin pulu. Bizdən bu qədər. Çox sağ olun, təşəkkür Gələn edirik. videolarda görüşərik inşallah. Allah qoysun. Oldu, sağ ol.